Bugün Milli Qəhrəmanlar Təşkilatının Nizam və Nəriman Onların nümayəndələrinin ofisində 44 günlük Vətən müharibəsinin igidi qəhrəmanı Elvin bəylə bildirdik. Elvin bəy hər zaman şəhid ailələrinin, az təminatlı insanların yanında olub. Biz bunu görmüşük. Çünki hər zaman təşkilatımıza gələndə də deyirdik ki, şəhid ailələrinə kömək edə bilərik. Çünki özü də şəhid övladıdır və atası 90-cı illərdə 1-ci Qarabağ müharibəsində böyük bir qəhrəmanlar göstərmişdi. Məhz atanın yolunu gedən oğul da 44 il Vətən müharibəsində böyük bir igidliklər göstərmişdi. Biz də Milli Qəhrəmanlar Təşkilatı olaraq sizi uzun illərin həsrətinə son qoyan 44 il Vətən müharibəsində ön cəbhədə göstərdiyiniz qəhrəmanlığa görə fəxri onlara tərtib edirik. Çox sağ olun, minnətdaram. Allah sizdən razı olsun. Həmçinin də şəhid ailələrinə hər zaman diqqət göstərmişsiniz və şəhid ailələrinə göstərdiyiniz diqqət və qayğıya görə də sizi onlara tərtib edirik. Çox sağ olun, minnətdaram. Allah sizi var eləsin. Sağ olun. Sağ olun.